Bismillahirrahmanirrahim. Türkiyə hərbi sənayesi özü ilə o qədər də qürurlanmasın. Dünən 26 iyul 2026 tarixində məşhur Bayraktar Akıncı puası Yəmənin hava məkanında Ənsarullah tərəfindən vuruldu. Türkiyə öz müdafiə sənayesinin nailiyyətlərini hər zaman fəxrlə reklam etsə də, əslində reallıq tamam başqadır. Hərbi analitiklərin hesabatlara əsasən çıxardıqları nəticəyə görə xaricdən idxal olunan mühərriklərdən asılılıq və qərb texnologiyasına ehtiyac Türkiyənin tam müstəqil hərbi sənaye sahib olma iddiasını sual altına qoyur. Belə ki, uzun illərdir dörd tərəfdən blokada şəraitində yaşayan bir ölkə tərəfindən yüksək texnologiyalı bir puanın vurulması biabırçılıqdan başqa bir şey deyil. Bəs yaxşı, Ənsarullahın bu cəsarəti və qüdrətinin arxasında nə dayanır sualını araşdırsaq, hər zaman dediyimiz kimi Allaha iman və İslam hökmlərinə etiqad. Və bu da sir deyil ki, Yəmən müqavimətinin İslam düşmənlərinə qarşı əldə etdikləri nailiyyətlərin əsas dəstəkçisi və ilham verici qüvvəsi İran İslam inqilabıdır.